Hatice. Tutu. O bizim uşaqlığımız, bugünümüz və sabahımızdır. Söhbət Qaraca Qız filminin məşhur qəhrəmanı Tutudan, yəni Sevil Zeynalovadan gedir. Üstündən illər keçsə də bu filmin baş qəhrəmanını müsahibəyə razı salmaq mənim üçün elə də asan olmadı. Amma sonunda Sevil xanımdan razılıq ala bildik. Həmişə filmə baxanda ağlayıram. Ona görə ki, mən filmə bilirsiniz necə baxıram. Elə bir ki, orada mən deyiləm. Ümumiyyətlə filmə baxıram və filmin qəhrəmanına, onun taleyinə çox yanıram. O balaca qızın necə deyim, taleyi çox acı olur onun. Ancaq onun çox böyük ürəyi olur. Bax film çəkiləndən sonra dəfələrlə evimizə gələn olub, başqa bir filmlərə dəvət olunmuşam. Ancaq atam dedi ki, yox, olmaz. Bir dəfə çəkildi, bəsidir. Müsahibəmizə Sevil xanımın uşaqlıq illərindən və filmə dəvət almasından danışmaqla davam edirik. Uşaqlıq illərim qayğılı olub. İstənilən evlad olmuşam evdə. Mən birinci sinifdə oxuyurdum. 1965-ci ildir. May ayıydı. Yadımdadır ki, sinifimizə 2 nəfər daxil oldu. Qızlara belə göz nəzər getirdilər. Neysə, mənim üstümdə də yandılar. Müəllimlərlə nəsə danışdılar. Məni keçirdilər müəllimlər otağına. Müəllimlər otağında mənə biraz sorğu-sual verdilər. Neysə baxdılar, neysə mahnı, şeir oxuturdular mənə. Məni seçiblər və valideynlərimlə əlaqə saxladılar. Mən o anamla getdik kinostudiyaya, foto sınağa. Neysə, foto sınaqdan keçdim. Bu ilə qutardı. Tətil başladı. Biz Qaradənizə getdik. Soçi şəhərində istirahət eləyirdik ailəvi. Bir də gördük ki, babam gəlib ora. Babam gəlib ki, Sevili kinoya dəvət edirlər. Bax, həmin bu şəkil foto müsabiqədən keçib və bu şəkillə mən filmə dəvət olunmuşam. Sevil Zeynalova deyir ki, atası onun filmə çəkilməsinə razı olmasa da sonradan fikrini dəyişib. Müsahibimiz çəkiliş prosesindən də danışdı. Avqust ayında təyyarə ilə gəldik Bakıya, Bakıdan getdik siyomkalara. Siyomkalar keçirdi Şamaxı rayonunun Çuxuryurt kəndində. Ümumiyyətlə kinoda çəkilmək çox maraqlıdır. Mənim üçün çox maraqlı idi və mənim üçün çox asan idi. Mən orada heç bir çətinliklər görməmişdim. Rejissorum Şamil Mahmudbeyev, operatorumuz da Arif Nəriman bəy xətrimi çox istəyirlər. Ümumiyyətlə mənim orada hamısı xətrimi çox istəyirdi. Bütün qrupa adımı da qoymuşdular Sofiların. Bizim kino üçün dəvət olunmuşdu Moskva sirkından 2 ay təlimçi ilə. Maşa, Mişa. Bax, burada şəkillər də var, ayı ilə olan şəkil. Çox maraqlı şəkildir, orada ayını bağlanıb. Mən isə orada uzanmışam. Bunlar hamısı, demək istəyirəm ki, hamısı həqiqətən olan şeylərdir burada. Sonra Qaraçılar gəlmişdi. Ramen teatrından, Moskvadan dəvət olunmuşdu. Qaraçı ansamblı həm oxuyurdular, həm oynayırdılar. Çox gözəl siyomkalar idi. Olduqca maraqlı idi. İndiyəcən bax, hamısı yadımda qalır. Siyomkadan sonra necə gezirdik biz bu Çuxuryurt kəndini. Qaraçılarla dostluq edirdik. Qaraçılar elə mənə deyirdilər ki, səni biz buradan oğrayıb aparacağıq. Biraz gözü buraxsalar, rejissorum həmişə qorxurdu ki, Sevili gözdən buraxmayın. Sevil Zeynalova filmdəki çətin və təhlükəli səhnələrdən də danışdı. Orada bir səhnə var. Yusif gedir, Qaraca qız qalır Yasəmənlə. Yasəmən də bir başqa qaraçı ilə qaçır və Yusif qaydanda görür ki, Yasəmən yoxdur. Düşür Qaraca qızın üstünə, Tutunun üstünə. Orada bir səhnə var, o məni orada getirir, qalxızır göyə və çırpmaq yeri istəyir, qaraçılar alırlar. Bu hamısı həqiqətən çəkilib. Çox qorxulu idi. O məni qalxızanda göyə, mən hələ bilirdim ki, doğrudan o məni çırpacaq. Və sonra kadr çəkiləndən sonra yaxınlaşırdı, başımı tumarlayırdı. Çox yaxşı, mülayim aktyor idi. Alek Kabalov Moskvadan dəvət olunmuşdu. Deyirdi, mən səni heç vaxt incidmərəm, sən nə danışırsan, bu prosta lazımdır. Bax, bu qorxulu səhnə idi. Və mənim üçün ən qorxulu səhnə deyirlər ayı ilə. Yox, ayı ilə heç qorxulu olmayıb. Orada Alabaş it, Piri babanın evində
Orada bax səhnə də var. Piri babanın evində Alabaşla mənim dostluğum. Görürsüz nə boyda itdir. Dəhşət böyük qorxurdum mən bu səhnədən. Bu səhnəni çəkmək üçün demək olar ki, bir həftə əziyyət çəkirdilər. Məni dilə gətirə bilmirdilər. Mən hər dəfə deyirdim ki, yox, mən itin yanında oturmancə mən onu tumarlamalıyam başına. Ən çətin səhnə mənim üçün bax bu idi. Aha şişanı kudurmuş kızı oyattın. Yox babacığım, mən elə tezdən dururam. Leyli ilə biz çox gözəl münasibətimiz var idi filmdə. Həmişə bir yerdə idik. Filmdə səhnəni çəkəndə ki, Tutu rəhmətə gedir, Tutunu dəfn edirlər. Bunu Leyliyə deyəndə o ağlamalıdır axı. Və onu deyəndə ki, Sevil ölüb, doğrudan da Leyli çox pis onu çox ağır keçirdib, ağlayıb, nə qədər ağlayıb ki, mən Sevili görmək istəyirəm. Ola bilməz. Baba, su. Müsahibimizin hazırki fəaliyyəti ilə də maraqlandıq. İncəsənət Universitetində 40 ildir müəllim vəzifəsində çalışıram. Rejissor və aktyor sənətindən dərs verirəm. Hal-hazırda təqaüdə çıxdım. Küllü miqdarda mənim tələbələrim var, gözəl tələbələrim, rejissorlar, aktyorlar, televiziyada işləyirlər, müəyyən mədəniyyət ocaqlarında. Bunlar hamısı mənim üçün bir böyük tarixdir. İndi nəvələrimlə məşğulam, gözəl nəvələrim var. Onlarla məşğul olaraq. Mənə elə gəlir ki, mənim nəvələrim hamısı mənə oxşayır. Mənim 2 oğlan evladım var. Birinin 3 qızı, birinin 1 qızı, 1 oğlu var. Amma ən kiçik nəvəm Cəmina doğrudan da mənə çox oxşayır. Baxıram ona, elə birəm öz uşaqlığımı görürəm. Qaraca qız filminin çəkilməsindən 55 il ötsə də, Tutunun yaratdığı qəhrəmanlıq obrazı hələ də yaddaşımızda əbədi iz qoyub. Və üstündən uzun illər ötsə də, sevərək izlədiyimiz bu filmin xatirələrimizdə ən yaxşı uşaq filmi kimi qalacağına əminik.